Insta360 özünün Luna seriyasını indi buraxdı. Hansı ki qıraqdan baxanda DJI-in Osmo Pocket-inə oxşuyur. Osmo Pocket bir neçə il bundan qabaq çıxıb. Əvvəl 2, sonra 3 istehsal olundu. Bir yadımda deyil necə idisə. 2 sonra 3 istehsal olundu. Bəlkə də heç biri olmayıb. Amma ki Insta360-ın artıq birbaşa Pocket 4-ün səviyyəsindən də yüksək bir formada bir məhsul buraxdılar. Deməli, Insta Luna seriyası ilə bir yerdə onun yanında onun mikrofonunu da istehsal elədi. Insta 360 deyəndə əslində adamın ağlına 360 kamera gəlir, amma şirkətin adı 360-dır. Şirkətin adı Insta 360-dır. Bizdə Insta 360-ın 360 kamerası var. X4-dür bizdə səhv eləmirəmsə və biz onu uzun müddətli istifadə edirik. 2 ildən yuxarı müddətli biz onu istifadə edirik. Təzə çıxanda almışdıq biz onu. Birinci növbədə applicationları çox rahatdır. Rahat şəkildə sən orada montaj eləyə bilirsən, istifadə eləyə bilirsən. İkinci növbədə kamera özü çox rahatdır, ergonomik cəhətdən və ona qoşacağın aksesuarlar cəhətdən çox yaxşıdır və rahat şəkildə istifadə edirik. Həmçinin DJI-in də bizdə çoxlu məhsulları var. Roninlərindən dronlarına, dronlarından mikrofonlarına, mikrofonlarından Osmo Pocket-lərinə və telefon tutacaqlarına qədər bütün məhsullarından demək olar bizdə var və biz uzun müddətli ki DJI-də istifadə edirik və çox məmnunuq. Bir onun ekosistemi demək olar ki bizdə mövcuddur.